Tarix demək olar bütün xalqların yaddaşına qanlı izlər salır. İşğal, zorakılıq və ədalətsizlik üzərində qurulmuş sistem əbədi yaşaya bilməz. Səhrada ucaldılmış bir saray kimi, haqsızlıqla inşa edilən hər şey gün gəlir və qum kimi dağılır. Separatizmin kökü də budur. Başqasının torpağında başqasının haqqına girərək saxta bir tarix qurmaq cəhdi. Amma torpaq sahibsiz deyil, yaddaşsız deyil. O, sahibinin nəfəsini hiss edir. Haqqın gec-tez bərqərar olacağını bilir. Yəni, yalan müvəqqəti qələbə gətirə bilər. Amma həqiqət həmişə sonda qalib gəlir. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağı qaldırıldı. Tarix boyu ermənilər Azərbaycan torpaqlarına, xüsusilə də Qarabağa iddia edərək yalan uydurmaqla bu əraziləri sahiblənməyə çalışıblar. Qondarma rejimin mərkəzi kimi Xankəndi seçilmişdi o vaxt. Buranın adını silib Stepanakert dedilər. Burada qondarma prezident, qondarma parlament quruldu. Separatçılığı ideologiya kimi yaymaq üçün binaları İrəvanla birgə hərbi təcavüzün planlama mərkəzinə çevirdilər. Yad memarlıq üslubu ilə şəhərin orijinal simasını dəyişməyə çalışdılar. 1991-ci ildən qondarma rejim özünü dövlət kimi təqdim etməyə çalışdı. Saxta seçkilər keçirdilər, prezidentlər təyin etdilər, saxta parlament yaratdılar. Halbuki nə onların hakimiyyəti tanınırdı, nə də keçirdikləri seçkilər beynəlxalq hüquqa uyğun gəlirdi. Qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası prezidentlərinin yerləşdiyi bina da Xankəndi şəhərində idi. Bu şəhərdə qondarma prezidentin iqamətgahı və elə qondarma ofisi də mövcud idi. Bu bina qondarma rejimin prezident administrasiyasının binası olub. O dövrün məşhur arxitektoru Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə inşa edilib və Azərbaycan dövlət büdcəsi hesabına tikilib. Və Dağlıq Qarabağ Muxtar Vilayətinin Partiya Komitəsinin binası olub, yəni Partkomun binası adlandırılıb və separatçı rejim işğaldan sonra bax bu binada oturulmuş. Binanın qarşısındakı meydanda isə vaxtaşırı Azərbaycanlılara qarşı mitinqlər təşkil olunub, təşkilatçılar isə elə separatçı qüvvələri. Bu binalar faktiki olaraq Ermənistan tərəfindən dəstəklənən separatçı qurumların idarə etdiyi mərkəzlər idi. Elə keçirilən iclasların da heç bir statusu yox idi, ola da bilməzdi. Bu dəhliz qondarma rejimin o vaxtki iclas zalına aparan dəhlizdir. Bu dəhlizdən keçərək iclas iştirakçıları məhz zala daxil olurdular. Amma o vaxtki dırnaqarası prezident Aray Harutyunyan digər qapıdan istifadə edirdi və öz kabinetindən çıxaraq iclas zalına daxil olurdu. Və bu zalda Azərbaycanlılara qarşı planlar cızılırdı. Havadarlardan alınan mesajlar, əmrlər də elə burada müzakirə olunub, qərarlar qəbul olunurdu. Tarixi saxtakarlıq əbədi davam edə bilməzdi. Separatçıların qurduğu qanunsuz rejim, onun saxta prezidentləri, qanunları və simvolları da tarixin zibilxanasına atıldı. Dırnaqarası Artsakın prezidenti Aray Harutyunyanın isə iş otağı idi bura. Bura isə masası, yəqin ki, bir çox qərarları elə bu masadan verirdi. Amma son günlərdə Aray Harutyunyanı elə yaxın ətrafı da tək qoymuşdu və qaçmışdı. Kamu Ağacanyan, dostu deputat İvan Avanisyan və sairə kimi adını çəkmədiyimiz şəxslər onu bu otaqda tək qoymuşdular. İnformasiya var ki, Hadrut işğaldan azad olunanda Aray Harutyunyan mətbuat katibi Vagram Pagasyana zəng vurur və deyir ki,
O vaxt ki, dırnaqarası Hadrutun meri Vaqan Savadyana desin ki, Hadrutun işğaldan azad olunması, ermənilərdən təmizlənməsi xəbərini təqzib etsin və yalandır desin. Cavabında isə ermənilər hər şeyi bilir, populizmdən qaçın cavabını alır. Qanunsuz olan tək bu bina və bu binada oturanlar deyildi. Xankəndidə binalar sökülür. Niyəsi hər kəsə məlumdur. Gəlin əvvəlcə sökülən binaların tarixinə qısaca nəzər yetirək. Hayların dırnaqarası Arsaq parlamenti adlanan dırnaqarası o birinci binalarının qarşısındayım. Xunta rejiminin elan olunmasının 16-cı il dönümündə 2007-ci ilin sentyabrın 2-sində olub buranın açılışı və təntənəli mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tigran Tarasyan həmin tikilini Dağlıq Qarabağ Respublikasının möhkəm dayandığını göstərən növbəti sübut kimi və möhtəşəm bir hadisə kimi qələmə vermişdi. Hazırda o bina yoxdur. Heç nə də möhkəm dayanmamışdı əslində. Parlament adlanan bina Azərbaycana qarşı işğalın, hərbi cinayətlərin və soyqırımı senarilərinin yazıldığı terrorçu yuvası olub. İşğal dönəmində Şuşada Dağlıq Qarabağ Respublikası parlamentinin binasının bünövrəsi atılmışdı. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişlər. Bu meydanda nə qədər anti-Azərbaycan şuarı ilə mitinglər keçirilmişdir. Ermənistandan bura durmadan erməni millətçiləri, daşnaqlar, qan içənlər, beynəlxalq terrorçular gəlirdilər. Və xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdır. O binada oturanlar, o illərdə oturanlar bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Burada oturmuş, özünü prezident adlandıran 3 təlhək bugün öz layiqli cəzasını gözləyir. Və bu dərs olmalıdır onlara. Əfsuslar olsun ki, 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirlər ki, sadəcə olaraq bu sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da eləmişəm. Bunu hər kəs bilir. O cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Və əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bu kadrlara yaxşı baxsın. Digər bina isə güya veteranlar binası idi, amma əslində Yerkrapa kimi tanınan terrorçu dəstəyə aid məkirli planların cızıldığı çirkli pullar hesabına tikilən bina idi. Yerkrapa Ermənistan Respublikasının Könüllülər İttifaqı olaraq da qələmə verilən, amma əslində silahlı terrorçuların ittifaqı olaraq 1993-cü ildə yaradılan bir təşkilatdır və 1-ci Qarabağ müharibəsində bu yaraqlı dəstə fəal iştirak edib. Bu terrorçu təşkilat Ermənistan ordusunun ehtiyat hissəsi kimi fəaliyyət göstərib. 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin 2-ci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı erməni və muzlu göndərib. Düz Qondarma parlament binasının yaxınlığında 2014-cü ildə erməni diasporanın maliyyəsi hesabına fırıldaqçılıqla ərsəyə gəlib. Moskvada həbs olunmuş, canını elə həbsxanada tapşırmış Levon Ayropetyanın xeyriyyə fondu hesabına tikilən binadan söhbət gedir. Serj Sarkisyan və Qondarma rejimin rəhbəri Baku Saakyanın iştirakı ilə keçirilmişdi burada açılış. Separatçı xunta rejimi həmin gün Xankəndinin mərkəzi meydanında düzənlədikləri bayram tədbirində həm də Şuşanın işğalını qeyd etmişdilər. Amma indi biz nə görürük? Bu binanın
və bu binaların ümumiyyətlə heç biri yoxdur. Parlamentin binasının yerində hazırda mədəniyyət mərkəzi tikilir. Digər onların dırnaqarası qəhrəmanlarına həsr olunmuş binanın yerində isə gələcəkdə Azərbaycan dövlət büdcəsi hesabına tikilən Konqres binası ərsəyə gətirilir. Xankəndi şəhərinin baş planı hələ SSR vaxtında Azərbaycanın rəhbəri Ulu Öndər Heydər Əliyev tərəfindən təsdiqlənib. Sovetlər dönəmində şəhərdə geniş inşaat işləri həyata keçirilib. O dövrdə tikilmiş və müstəqillik dönəmində xalqın rifahına xidmət etməli olan binalar, haylar işğal dönəmində separatizmin mərkəzinə çevirmişdilər. Separatçı rejim qanunsuz siyasi institutlar qurmaqla yanaşı öz milli təhlükəsizlik xidmətini də yaratmışdı Xankəndidə. Bu qurumun əsas məqsədi rejimin mövcudluğunu təmin etmək və ona qarşı çıxan hər hansı bir fəaliyyəti boğmaq idi. Xüsusilə bu binanın divarları daxilində Azərbaycanlılara qarşı cinayətlər törədilib, əsir götürülən soydaşlarımız bu qurumun nəzarətində ağır işgəncələrə məruz qalıb. Miatsum ideologiyası əsasında 1988-ci ildən antiterror əməliyyatlarına qədər həm Xocalı soyqırımı dönəmində, həm hadisələr dönəmində, həm 1-ci Qarabağ müharibəsində və daha sonra təmas xəttində ələ keçirilən, saxlanılan Azərbaycanlıların saxlanıldığı Milli Təhlükəsizlik Xidmətinin təcridxanasıdır bura. Burada onlara işgəncələr verilib. Qarabağı tərk etmələri üçün məcbur edilib. Bu qurum əslində Ermənistanın xüsusi xidmət orqanlarının yerli nümayəndəliyi kimi fəaliyyət göstərir və Azərbaycanın suverenliyini pozaraq işğal altında olan ərazilərdə öz təsirini artırmağa çalışırdı. Maraqlı bir jurnal var burada. Альбом посвящается второй годовщине ввода российского миротворческого контингента в Нагорный Карабах. Yəni Azərbaycan ərazilərinə Rus sülh məramlarının yerləşdirilməsinin 2-ci il dönümünə həsr olunan belə bir albomdan burada söhbət gedir və bu albom qondarma rejimin Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin Arrat Melkumyanın otağındadır və bu da elə onun masasıdır, onun kabinetidir. Yəqin ki, buradan da Azərbaycana, Azərbaycanlılara qarşı antiterror əməliyyatına qədər planlar cızılıb. Bu qondarma güc strukturu müxtəlif dövrlərdə bir neçə rəhbər tərəfindən idarə edilib. Qondarma imtahanın rəhbərlərinin tam siyahısı mövcud mənbələrdə tam olaraq əks olunmasa da bəzi məlumatlar var. Samvel Şahramanyan 2020-ci ilin iyun ayında qondarma imtahanın direktoru təyin edilib. Arşavir Qaramyan qondarma imtahanın əvvəlki direktoru olub. Kamu Ağacanyan 2020-ci ilin əvvəlində qondarma imtahanın direktoru olub, lakin 44 günlük vətən müharibəsindən sonra vəzifəsindən azad edilib. Sıralamada fərqli adları da səsləndirə bilərik. Hətta 1-2 həftə də bu vəzifədə olanlar var. Və məlumatlar göstərir ki, separatçı rejim MTX rəhbərlərini tez-tez dəyişirdi və müxtəlif vəzifələrə təyinatlarını həyata keçirirdi. Əsas tapşırıqlar isə dəyişmirdi. Qarabağı qanunsuz köçürülmüş əhalinin beynini yalan informasiyalarla doldurmaq, gənclərə vətən adı ilə başqa ölkənin ərazisində vuruşmağa vadar etmək və dünya ictimaiyyətini çaşdırmaq. Bunun üçün isə onların yalan xəbər maşınları iş başındaydı. Separatçı rejim həm də propaganda ilə məşğul idi. Və bax bu cür qəzetlərdən görmək mümkündür ki, qondarma rejimin həm də çap mediası fəaliyyət göstərirdi. Əlimdə olan qəzet 3 avqust 2021-ci ildə dərc olunub və burada 26 avqust 2021-ci ildə dərc olunan qəzetlər də var. Mətnlərə və fotolara isə baxanda bir daha məlum olur ki, birlikdə, yəni dırnaqarası artsaqla Ermənistan hərbi siyasi rəhbərliyinin birlikdə ermənilərə verdiyi və dünyaya ötürdüyü mesajlar var burada və ətrafım isə spirtli içkilərlə doludur. Olduğum bu kabinet isə rəhbər şəxslərdən birinin kabinetidir. Və bunlara da baxanda
tam olaraq səhnə məlum olur. Həm separatçılıqla məşğul idilər, həm də başqa işlər görürdülər burada. Antiterror əməliyyatından sonra 2023-cü ilin sentyabr ayında Azərbaycan qüvvələrinin Xankəndiyə nəzarəti tam təmin etməsindən sonra Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb. Hüquq mühafizə orqanlarının binaları üzərində nəzarət qurulub. Torpağın əsl sahiblərinin güc strukturları bu ərazilərdə fəaliyyətdədir. İndi Xankəndidə tarixin ədalət axarı ilə baş verənlərə bəzi ölkələr haykü ilə yanaşır. Xunta rejiminin rəmzi, yadigarı kimi inşa edilmiş binaların sökülməsinə rəsmi İrəvan siyasi don geyindirməyə çalışır. Bu sadəcə fiziki bir bərpa deyil, həm də tarixi və mənəvi bir təmizlənmədir. Sökülən hər bir bina təkcə daşdan, betondan ibarət deyil. Onlar illərdir Qarabağın üzərinə kölgə salan bir rejimin rəmzləri idi. Bu binaların yox olması eyni zamanda nifrət və separatizmin ideologiyasının da məhv edilməsi deməkdir. Çünki separatizm bir milləti bölmək, yadlaşdırmaq və tarixi saxtalaşdırmaq məqsədinə xidmət edən təhlükəli bir virusdur. Biz qurub yaradan xalqıq, amma Azərbaycan vətəndaşına işğalı xatırladan hər şeyi silməkdə, yerlə yeksan etməkdə də qərarlıyıq.